Bəzi şeylər var həyatda, onlarla mübarizə aparmaq yersizdir, mənasızdır, boş vaxt itkisidir. Bəzi şeylər var, onları biz dəyişə bilərik və dəyişməliyik. Bəzi problemlər var həyatda ki, əslində problem deyil, biz problem hesab edirik. Onları ağuşumuza almalıyıq. Bəzi problemlər də var, problemdir, onlara etinasız yanaşmaq olmaz, onları tez həll etmək lazımdır. Həyat beləliklə bir məcmuədir, bir dəstgah kimi həyata baxılmalıdır. Məsələn, misal çəksək, nəqliyyat vasitəsi, sən istəyirsən, onunla bir iş görəsən, bir mənfəət əldə eləyəsən, onu qoruyursan, bəzən sən onu təmir eləməklə məşğulsan, bəzən o sənə xidmət eləməklə məşğuldur. Ondan öz ali məqsədlərin üçün deyək, qazanc üçün tutaq ki, istifadə edirsən. Ondan düzgün istifadə yollarını bilməsən, problemlər çıxacaq. Gənclərə müraciətlə deyirəm ki, baxın, bəzən biz yaşlı adamlarla ünsiyyətdə olanda, münasibətdə olanda görürük ki, onlar həyatı bir məcmua halında görürlər. Ümumi bir sistem kimi qəbul edirlər. Həyata bir ümumi baxışları var onların. Gənclər isə həyatın qaydalarını bilmir, həyatı qaydaları olan bir sistem kimi görmür. Ayrı-ayrı detallar üzərində fokuslanır adətən. Beləliklə, həyatın ümumi qaydaları var ya yoxdur. Böyüklərlə oturanda görürsən ki, həyat haqqında ümumi sözlər deyirlər. Misal üçün deyir ki, dünyanın vəfası yoxdur. Yaxud deyir ki, kimə yaxşılıq eləsən, nankorluq görürsən. Və ya biri deyir ki, nə istədim həyatda əldə elədim, kaş çox şeylər istəyərdim. Görürsən, yaşlı adamlar gördükləri hadisələr nəticəsində düzgün ya səhv ümumi bir təsəvvürə malik olurlar həyat barədə. Həyat təcrübəsi var, düz ya səhv müəyyən bir nəticələrə gəlib həyatın özü barədə, onun qaydaları haqqında. Vay o gündən insan yaşasın, həyat qaydalarını ya səhv bilsin, ya ümumiyyətlə bilməsin, öyrənməsin. Onun üçün həyat bir-biri ilə əlaqəsiz hadisələrdən ibarət olacaq.